Quranda namazla bağlı bizə təsir göstərəcək ayələr varmı? Nə qədər desəz. Quranda bir ayə var. Uca Rəbbimiz buyurur ki, Bismillahirrahmanirrahim. Cəhənnəm əhlərindən soruşurlar. Mə sələkəkum səqar. Yəni, sizi cəhənnəm ateşinə atan nədir? Siz nə etdiniz ki, cəhənnəm ateşinə düşdünüz? Onlar cavabında deyir ki, ləm nəkum minəl musallin. Biz namaz qılanlardan deyildik. Əvvəla, namaz qılmaq İslamın 5 vacib şərtindən biridir ki, hər bir müsəlman gərək bu əmələ riayət etsin, bu əmrə riayət etsin və Quran-ı Kərimin digər ayəsinə baxanda Əs-salatu tənhə anil fəhşəi vəl-munkər. Namaz insanı çirkin və pis əməllərdən təmizləyən bir əməldir, ibadətdir. Bəzi dinləyicilərimizin də, izləyicilərimizin də içərisində ola bilər ki, hələ hazır deyiləm. Yəni, nəyə hazır olmaq istəyirsən, nəyin hazırlığını gözləyirsən, heç kəsin sabah üçün bir zəmanəti yoxdur. Hazır deyiləm deyə 5 il keçdi, 10 il keçdi, 20 il keçdi və ömür gəldi, sona çatdı və bir çox hazır deyiləm deyən insanların da gözümüzün önündə dünyasını dəyişib, o bir aləmə getdiyinin şahidi oluruq. Və hazır deyiləm demək əslində şeytanın hiləsi və fitnəsidir. Hələ vaxtım var və yaxud o namaz məni atdı. Namaz səni niyə atsın ki? Namaz Allaha qulluq etməkdir, bəndəlik etməkdir. Allah ona qulluq, bəndəlik edən insanı atarmı? Atmaz. Sənə əslində namaz atdı deyirsənsə, namaz yox, Allah uzaqlaşdırmış olur, Allah atmış olur. Allah da səni nə vaxt uzaqlaşdırır? Sən qıldığın namazından xəbərsizsən, namazın fərqində deyilsən, namazın mahiyyətini və hikmətini anlamırsan. Bunun üçün də Quran-ı Kərimin digər ayəsində buyurur ki, فَوَيْلُ لِلْمُسَلِّنَ Vay olsun namaz qılanların halına. O biri ayələrdə buyuruldu ki, sizi cəhənnəm ateşinə salan nədir? Onlar dedilər ki, ləm nəkum minəl musallin. Biz namaz qılanlardan deyilik. Bu ayədə deyir ki, فَوَيْلُ لِلْمُسَلِّنَ Bir də vay olsun namaz qılanların halına. İndi namaz qılanlar öyünməsin ki, sən namaz qılmırsan, mən namaz qılıram, artıq bundan iş bitdi. O insanlara yuxarıdan aşağı baxaq və yaxud da tutaq qollarından gətirək namaz qılmağa ki, mütləq sən namaz qıl, bundan hər iş düzəldi. Əslində, anlamaya, dərk etməyə qıldığımız namazın da bizə bir faydası yoxdur. Bəzən elə bir cəhalət girdabına girmiş oluruq ki, özümüzü namaz qılan kimi göstərib, bir çox namaz qılmayanlardan İslam adına, din adına daha böyük ziyanlar vurmuş oluruq. Bunu da düşünməyə ehtiyac var. Və insan favaylul lil musallin vay olsun namaz qılanların halına ayəsini oxuduğu zaman bir diskinir. Namaz qılan insanlar biraz özlərinə gəlməlidir, özlərinə baxmalıdır. Əlləzinəhum ən salatihim sahun çünki onlar qıldıqları namazlardan qafildirlər, namazlarından qəflət içərisindədirlər. Və insan qəflət içərisində namaz qılırsa, əgər bir namazı qıldıqdan sonra nəyi qılıb, nə iş görüb, nə ibadət edib, kimə ibadət edib, bunun fərqində deyilsə və yaxud da qıldığı namazlar onu dəyişmirsə, dərindən düşünməyə ehtiyac vardır.